Bakıda belə film kimi olay yaşanıb. Taksi sürücüsü 7 manatın əvəzinə sərnişindən düz 700 manat pul alıb deyəndə ki, sərnişin içkili olub, spirtli içki qəbul edib, üzərində, cibində nağd pul olmadığına görə kartını istəyib kartdan özü ödəsin, bacarmayıb, sürücüyə təqdim edib kartını, şəxsi kartını da, bank kartını. Həmin sürücü də oradan 7 manat yox, 700 manat pul götürüb. Demək, müştəri gedirmiş, yəni sərnişin Nizami küçəsindən Targov adlanan yerdən də, məşhur Targovdan Nəsimmiyə getmək üçün ayıq sürücü çağırıb da, hər birimiz sürücü çağırırıq da. Bəli, sürücü də ki, maşallah, taksi sürücüsü də ayıq sürücü kimi də xidmət göstərən Orxan, adı Orxandır, gəlib və sərnişinin kartından 700 manat pul götürüb, artıq onunla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1 maddəsi ilə cinayət işi açılıb artıq. Çox qəribədir ki, həmin sərnişin axşam gedib yatıb, səhər durub görüb ki, bunun kartından 700 manat pul çəkilib. Təbii ki, həmən axtarış verib, axtarıb sürücünü tapıb, sürücü pulu məhz onun kartına köçürüldüyündən imtina edib. Hər şeydə havallıq olmalıdır. Ay, hörmətli sürücü, heç olmasa 100 manat götürərdin də, 700 manat nədir? 7 manata görə 700 manatı uğurlamaq nə qədər ədalətlidir? Məndən bu qədər. Sara Səfura Bahadurdan biraz halal olaq.